OTK mart ayının 2-sində olan sınağı izah edəcəm uşaqlar sizə. Deməli, baxırıq CFY-ni bizə verib. CFY-ni verib bizə 80. Bax, buranı verib bizə 80. Buranı 80 veribsə uşaqlar, onda bizə bax, bu qövsümüz olacaq 2 dəfə böyük 160 dərəcə. Sonra bizə verir ki, BMD buranı verib 40 dərəcə, onda bax, bu qövsüm də 2 dəfə böyük olacaq 80. Bizdən A-nı soruşur. Baxın, CAY-ni tapaq. Bax, buranı soruşur bizdən. Deməli, biz də A bucağını tapmaqdan 160-dan 80 çıxıb. Eləcə neçə 80 da 2-yə bölü gəlir 40. Cavab burada B variantı. Keçək ikinci suala. Deyir ki, AX tənliyin 2 bərabər kökü varsa, C variantında 2 müxtəlif kökdür, Y variantında kökü yoxdur, B variantında isə 2 bərabər kökü vardır. Keçək növbəti sualımıza. Deməli, burada nə deyir bizə? Burada deməli 33-cü sualda M-in orta xətt isə deməli bu orta xətt üsbucağın sahəsini S 3S nisbətində hissəyə bölünür. Uşaqlar, baxın AMN C-ni, yəni trapesiyanın sahəsini 12 verib, bunu 12 verib. 12-ni də 3-ə böləndə S bərabər nəyə? 4-ə soruşur. 4-ə düşür. ABC-ni deyir tapın, ABC-nin sahəsi. ABC-nin içərisində 4 dənə S var. Yəni 4-ü də 4-ə vuran bu da eləyəcək ümumi üsbucağın sahəsini 16. Keçirik 34-cü suala. 34-cü sualda biz nə görürük burada? Deməli, bunları eyniləşdirmək lazımdır. Eyniləşdirəndə deməli 3-ə 4-ə 5-ə köp eləyəcək 60. A bərabərdir mənfi 60. 63-ə böləndə 12. 12-ni 63-ə böləndə daha doğrusu 20. 20-ni 2-yə böləndə 40. B bərabərdir. Yenə də mənfi 60. 60-ı 4-ə böləndə 15. 15-i 3-ə böləndə 45. C bərabərdir mənfi 60. 60-ı 5-ə böləndə 12. 12-ni də 4-ə 48. Mənfi ədədlərdə biz bilirik ki, uşaqlar sürəti kiçik olan böyük götürür. Yəni A B-dən, B də C-dən böyükdür. Keçək növbəti sualımıza. Deməli, bizə çoxluq verib. Bu nə edir? Venn diaqramı çəkək. Venn diaqramında uşaqlar A-nın B-dən fərqi 5 bura yazaq. B-nin A-dan fərqi 8 bura yazaq. Bura X yazaq. Bunların da cəmi ümumi 17-dir. 5 üzərinə 8 gələm. Elə 13. X üzərinə 8 bərabər ümumi 17-dir. 5 üzərinə 8 gələm 13. 17-dən də 13 çıxanda cavab eləyəcək 4. Cavab burada B variantıdır. 35. Sonra gəlir 36-cı sual. A parametrin hansı qiymətlərində çox ədinsin əmsalların cəmi 8 olar. Əmsallar biri A-dır. Biri müsbət 3-dür, biri də mənfi 4-dür. Bu bərabər 8. 3-dən mənfi 4 çıxanda eləyəcək mənfi 1. A çıxılsın 1 bərabər 8. A da bərabər 8 ilə 1 gələcəm. Burada eləyəcək 9. 36-cı sualı cavab D bəndə. Keçək 37-ci suala. 37-ci sualda deməli biz burada 37-ci sualın həllini buraya yazın. Deməli 37-ci sualda bizə nədir? Görürsünüz uşaqlar, bax bizdə bu ifadədə, bu ifadə yuxarıda mənfini istəyir, bax yuxarıda mənfini istəyir, aşağıda isə müsbətini istəyir. Ona görə biz bax bu ifadəni bir dəfə mənfi kimi, bir dəfə də müsbət kimi açacağıq. Ona görə verilmiş ifadəni baxın burada yazın rahat. Deməli x kvadratı üzərinə gəlsin y kvadratı bərabərdir 25-dir. Düzdür? İndi mən bunu yazıram. X üzərinə gəlsin y bağla kvadratı çıx 2xy-dir. X, y-in yerinə 12 qoyacağım. Baxın, şərtdə 12 verim. 2-nin 12 olanda 24 bərabərdir 25. Düzdürmü? Onda x üzərinə gəlsin y bağla kvadratı bərabərdir. Mənfi 24 bu tərəfə keçəndə sağa müsbət 24, 25, 24 toplayanda 49 eləyəcək. Onda x üzərinə gəlsin y bərabər nəyə? Müsbət mənfi 7-yə. Düzdür? Bunu belə aldıq. İndi bir dəfə də çıxmasını yazaq. X minus y bağla kvadratı üzərinə gəl 2 y-in yerinə 12 yazanda 2-ni 12 vursaq 24 bərabərdir 25. 25-dən də 24 çıxanda x minus y bərabər neçə eləyəcək? 1 eləyəcək. Müsbət mənfi 1 modulda olduğuna görə müsbət götürəcək. Baxın, bu iki ifadəni yazdım. Gətirirəm uşaqlar, burada yerinə qoyuram. Deməli,
Bu ifadədə yerinə qoyacağam. Bu ifadədə deməli 14 vurulsun x çıx y-i 1 alın vurulsun 1. X y-i də müsbət mənfi 7 alıq da. 7 qoyulsa cavabda müsbət 14 7 bölündə elədi 2. Cavab A variantı. Keçək növbəti sualımıza. Deyir ki 3AB 2-nin 4 rəqəmlərdir 3-ə, BB 2 3 rəqəmlərdir 9-a bölün. 9-a bölməkdə rəqəmlərinin cəmi 9-a bölünsün. Biz misal üçün rəqəmlərin cəmi tutalım ki, minimumdan götürək 9-dur. 9-dan 2 çıxanda 7, B ilə B-ni toplasaq, baxaq. Gəlin belə yazım. Tam B üzərinə gəl, B üzərinə gəl. 2 bərabərdir 9. 9-dan 2 çıxanda 7, bu 2B-dir. 7 2-yə bölünmür. Deməli, bu rəqəmin cəmi 9-dur. Rəqəmlərin cəmi 9 yox, 18 götürək. 18. 18-dən 2 çıxanda eləyəcək neçə? 16. 16-nı da 2-yə bölündə B bərabər 8. Deməli, bizim B-miz 8 imiş. B-miz 8 imiş. Gətirəm B-nin yerinə. Burada qoyuram 8. Bax, burada 8 qoyacam B-nin yerinə. Rəqəmlərin cəmi də 3-ə bölünməlidir. Mən 3-ün üzərinə 8 gəlir. 11. 11-in də üzərinə, baxın, 3 üzərinə gəlsin A, üzərinə gəlsin B-nin yerinə 8, üzərinə gəlsin 2. Topraq burada nə idi? 10, 13 üzərinə gəlinsin A. A-nın yerinə nə yazmalıyam ki, 3-ə bölünsün? 2 yazmalıyım da. Deməli, A-mız 2 eləyəcək. Cavab A variantı. 38. Keçək 39. Koordinat başlanğıcından deyirsə, nöqtəsinə qədər olan məsafə. Koordinat başlanğıcı, yəni çevrənin mərkəzi. Baxın, bir dənə çevrə çəkin bura. Bura olsun çevrənin mərkəzi 0 0 nöqtəsi. Və hər hansı bir nöqtəsi mənfi, bu üzərində mənfi 0,8, 0,6-dır. Və bu nöqtədən bu nöqtəyə qədər olan məsafəni istəyir bizdən. Biz də bunu necə yazacağıq? Bizə məsafə necə tapılır? Məsafə düsturu. R bərabərdir kök altında 0,8-dən 0 çıxıram. Eləyir 0,8 kvadratı 0,64. Üzərinə gəlsin 0,6-dan bu 0 çıxıram. Eləyir 0,6. Onda kvadratı 0,36. Bunları topladıqda uşaqlar eləyir cavab 1. Deməli, cavab burada B variantı. Keçirəm bura. Deməli, uşaqlar, bu hissədə 2-dir, bu hissədə 2-dir. Sadəcə yazım. 2-ni 2-yə vuranda 4. Yəni, 4-cü dərəcədən 3 bərabərdir A-ya. Bizə 8-ci dərəcədən 3-ü soruşur. 8-ci dərəcədən 3 nəyə bərabərdir? 8-ci dərəcədən 3 kök altında A deməkdir. Nəyə görə? Biz bu 4-ü, bu 4-dən 8-i necə almışıq? 2-yə vursam, 4-lə 2 ixtisar gedəcək. Onda hər tərəfin 2-də 1-ə yüksəldir. Burada 2-də 1. Bunu da 2-də 1 kimi yazırıq. 4-ü 2-də 1-ə vuranda neçə eləyəcək? 8-ci dərəcədən eləyəcək. 8-ci dərəcədən 3. Bu da ki, bunun formasında da 2 dərəcədən A deməkdir. Keçək 41-ci suala. 41-ci sualı deməli yazaq. Bax, yuxarıda 405-i çıxaran mötərizənin kənarına. 405-i mötərizənin kənarına çıxanda 2025-dən kvadratından çıxacam 1-i. Niyə görə? Bax, bu ifadəni 405-ə bölündə 2025-in kvadratı qalıb. Bu ifadəni 405-ə bölündə eləyir 1. Məxrəcdə də uşaqlar 2026-nı çıxarır mötərizə kənarı, hər ikisində olanı çıxarır. Bax, bu ifadəni buna böləndə 2026 qalır. Üzərinə gəlsəm, bu ifadəni də 2026 böləndə 2024 eləyir. 2024 bərabərdir 405. Yuxarıdakı ifadə A kvadrat çıx B kvadrat. Bir dəfə toplayaq, bir dəfə çıxarıq. Çıxanda 2025-dən 1 eləyəcək 2024. 2024 vurulsun. Bir dəfə toplayanda 2026. Aşağıda da 2026 vurulsun. 2026 ilə 2024 toplayanda 4, 5, 0. Bax, bu ifadə getdi. Bu ifadəni bura böləndə aşağıda qaldı 10. 2024-ü də yuxarıda qaldı 2024, aşağıda qaldı 10.
2024-ü 10-a böləndə 202,4 eləyəcək. Cavab eləyəcək A variantı. 41 A bəndi. 42. İki para düz xətin üçüncü xətin kəsişməsindən alınan buzaqlar üçün uyğun buzaqlar bərabərdir. Bir-birində səhvdir. Daxil bir tərəfli buzaqlar 180 dərəcədir. Bu da səhvdir. Daxil çarpı buzaqlar bərabərdir. Düzdür. 43-cü sual. Düz buzağın enini 10% azalt. 10% azalt 10 olur nə qədər? 90%, yəni 0,9. 0,9 vurulsun. Sahəsini tapırdıq. S və AB-dir. Uzunluğu 20% artır. Eləyir 120. 100-ə bəndə 1,2. 0,9-da 1,2-yə vuraq. 1,8 eləyəcək. Yəni bunu da 100-ə vursaq 108 eləyəcək. Deməli 108-dən də 8 çıxır, 100 çıxır. Deməli 8%. Yəni 100-dən 108-ə qalxıb da. Belə deyək. Ona görə cavab Y variantı 8% artım baş verəcək. 44-cü sual. 44-ə baxaq. Görsə aşağıda verginin sonra 2-yə də yuxarıda 1-ədir. Deməli bura 50 yazacağam. Bu 2 dənəsi 5-i bölürəm. 50-ni bölürəm 5-ə. Cavab burada eləyəcək 10. Üstə gəlsin. Burada yenə bir dənə 0 yazıram. Bunlar gedir. 60-ı 6-ya böləndə eləyir 10. Üzərinə gəlsə bu da həmsini eləyir 10. Çıxılsın bu da eləyir 10. Bu onunla bu 17. Cavab eləyəcək burada 20. Y variantı. Keçək 44-45. A və B ədədinin ortaq olması adı vurğuların hasili 6. Demək, əbobda belə bir düsturumuz var. Əbobun kvadratı bərabərdir. Yəni, əbob AB-nin kvadratı bərabərdir. AB bölünsün C. Bizdən də AB-yə sor ki, AB-yə tapanda da əbob AB-nin kvadratı, yəni 36-nın kvadratı. 36-nın kvadratı vurulsun C-də 6-dır. 36 nə deməkdir? 6 üstü 2. Bu da 2 vur 6. Bu da bərabərdir. 2-ni 2-yə vuranda edir nə? 4. 6 üstü 4 vur 6. Bu da bərabərdir 6 üstü 5. Cavab C variantı. 45 keçir 46-ya. Deyir ki, x üstəgəl y-i tapaq. Bir dəqiqə bunu tərəf-tərəfə toplayaq. Toplasaq görə nə alınır? Demək 3x-in 2x toplayanda eləyir 5x. Mənfi 3 müsbət 8 o da eləyir 5y. Bərabər 39-dan 1 toplayanda 40. Hər tərəfin 5-ə və x üstə gəlsin. Y bərabərdir 8. Cavab 8-dir. Keçək 46-cı suala. B parametrin hansı qiymətində hamısı 7 0 nöqtəsində kəsir. Demək y-imiz bu x-dir. Bu x-in qiyməti, bu da y-in qiymətidir. Yerinə gətirib bu yazaq 0 bərabərdir. Mənfi 3 vurulsun 7 üstə gəlsin B. Mənfi 3-ü 7-yə vuranda eləyir nə qədər? Mənfi 21. B də bərabər 21 də bu dəfə keçək eləyir müsbət 21. Keçək 48-ci suala. 48-ci sualdadır ki, bərabərsin tam həllərinin cəmini tapaq. Burada diqqətli olmaq lazım məxrəcdə. Nəyə görə? Məxrəc x üstə gəl 2. Deməli, kiçik bərabər 0. Belə yazaq da, bir dəqiqə. Bunu silim. Deməli, belə x üstə gəl 2 0-dan fərqlidir. Nə baxımdan? X fərqli mənfi 2. Yəni, mən məxrəcə mənfi 2 qoya bilmərəm. Çünki məxrəc nədir? 0 ola bilməz də. Sıra bölümü yoxdur. İndi sürətə baxırıq. Deməli, x kvadratı minus 5x çıx 14 kiçik bərabər 0. Deməli, bir teorem tətbiq eləyək. Vuranda 14, 5, bu yerə x, baxın uşaqlar, bunu öyrədim sizə. 14 hansı ədədləri eləyir? 5 ilə, 7 ilə 2-nin hasili. Deməli, hansısa müsbət? Mənfi 2, mənfi 7 onda müsbət 14 eləyir. Amma cavabda mənfi 14-dür. Deməli, bunlardan biri mənfidir, müsbətdir. Amma hansı müsbət? Görürsən, 5-in qabağı mənfi. Onda böyük ədədin qabağı mənfi olacaq. Onda bura müsbət olacaq. İndi biz burada tətbiq eləyib. Bunu 0-a bərabər eləsə, burada düşəcək mənfi 2. Bunu da 0-a bərabərsə, burada düşəcək 7. Müsbət, mənfi, müsbət. Düzdür? Burada mənfi 2 daxil deyil. Burada fərqi 0 yadına. 2 yadına çıxır. Bu da baba buna görə biz bu 2-ni, bu 2-ni daxil etməyəcəyik.
Olacaq -2-dən 7 amma daxildir. Buna görə daxildir. İndi burada -2 ilə 7 arasında hansı ədədlər var? Deyək, -1. -2-ni götürmədikdə 0, 1, 2, 3, 4, 5, 6, 7 və bizdən də bunların cəmini soruşur. -1 ilə -1 gedir. 2 × 5, 5 × 5, 10, 10 × 4, 14, 20, 27. Cavab burada eləyəcək 27. Keçək növbəti sualımıza. Mən burada baxaq. Dairəvi diaqramda mağazada olan riyaziyyat, fizika və kimya kitabların sayı faiz ifadə vermiş. Fizika kitabların sayı kimya kitabların sayından 45% çoxdur. Mən özüm bax burada nə görürəm, nə müşahidə edirəm. Bax burada mən görürəm ki, fizika, kimya. Fizika 35%-dir. Kimya 20%-dir. Deməli, nə qədər fərq var aralarında? Görürsünüz ki, 15% çoxdur da bundan, düzdürmü? 15% bizə 45 ifadə edir. Diqqətli olaq burada. Sonra bizdə nə deyir ki, 35 üzərinə 20% eləyəcək 55%, bu da eləyəcək 45%. Düzdür? Onda biz nə edəcəyik burada? Elib ki, 45 elə belə baxsam da sizə. Elib ki, 45 bura yazaq 45%. 15%-də 45%-dən belə götür. 45%-də 15%-dən 3 dəfə çox olduğundan bu eləcək, yəni 300 vuracaq 45-ə. 3 vur 45. Burada da eləcək 135. Cavab eləcək 135. Bunu böyük həlləməyə ehtiyac yoxdur. 50. Sahələri S və 4S olan iki oxşar üçbucağın sahəsi. Deməli, belə qeyd eləyək. 4S-in S-ə nisbəti bərabərdir 4. O da bizə verir k kvadratı. Yəni S1-in S-ə nisbəti k kvadratı. K burada bərabər nəyə? 2-yə. Düzdürmü? Perimetrlərində bir bölünsün P2 bərabərdir k-dır. Biz burada deməli sahəsi böyük olan üçbucağın perimetri 16 olarsa, onda biz də burada yazırıq ki, 16 bölünsün P bərabərdir k-nın yerinə yazım 2. Onda P də bərabərdir burada nəyə? 8. 16-nı 2-yə bölüm eləyir 8. 50 cavab 8-dir. Oturacağın perimetri 12 olan oturacağın perimetri kub oturacaq kvadratdır. Bərabər kvadratdır. Deməli 4A bərabərdir 12. Onda bir tərəfi düşür 3. 3 düşdü, düzdür. Deyir ki, yan səthin sayısı S yan 4 dənə yan səthi var. Hər tərəfi də bərabər kvadratlardır. Deməli 4A kvadratıdır. 4-ə vuracağım 3-ün kvadratdan, yəni 9-a cavab eləyəcək 36. 51-də 36-dır. 51, 32. Keçirik növbəti sualımıza. Deməli, bizdən bərabər yanlı trapesiya verir. Yazmalıyıq. Şəkil yuxarı qaldırım. Bizdən bərabər yanlı trapesiya çəkək. Deməli, A, B, C-dir. AB-ni verib bizə 4 kökdə 5. Bura yazım 4 kökdə 5. AD-ni verib 14. BC-ni verib 6. Buradan bura bir dənə hündürlük ataq. Hündürlük ataq. Deməli, başqa nə verib bizdə? Bir dəqiqə. BC-ni verib 6. Yan tərəfi AB bərabər 4 kökdə 5. ABC bərabər yanı trapezin sahəsini tapaq. Bunlar bir-birlərinə bərabərdir. İndi uşaqlar, mən burada H-ı tapmalıyam. Bax bura. H-ı tapmamışdan qabaq, bax bu hissəni baxaq görə biz nə qədər verib, bax buranı. Bura 90 dərəcədir. Düzdür. Bu bizə verib 4 kökdə 5 cm verib. İndi baxaq. Bu hissə bizə nə qədər eləyəcək uşaqlar? Bu hissəyə biz 4 yazsaq, bura eləsə 10, deməli, ümumilikdə 14-dür. Onda bura düşəcək nə? 10. Bura yazaq 10. İndi H nəyə bərabərdir burada? H Pifaqor teoreminə görə 4 kökdə 5-in kvadratından 4 kökdə 5-in kvadratından çıxacam 4-ün kvadratı bərabərdir 16, 5 olanda 64. O da bərabərdir. H da bərabər 8. Bura düşdü 8. H-ı tapdıq 8. İndi bizdə bərabər yanlı trapesiyada
Deməli, sahə nəyə bərabərdir? Sahəni tapmaq üçün burada hündürlüyü vuracağam. Deməli, ismimiz elə birbaşa yazaq burada. Deməli, 8 vurulsun 10. Bu da bizə verəcək 80. Yəni siz istəsəniz uşaqlar buradan da bir dənə ata bilərsiniz. Buranı 6 götür. 14-dən, yəni bura indi maraqlı gəlir ki, buranı görə niyə 4 düşür? Yəni buradan bura hündür yatanda bura 6 düşür. 14-dən 6 çıxanda 8. 8 2 bərabər yerində bura 4 düşür. Ona görə birbaşa elə buranı 4 yazdım mən. Füqar qaydasına görə bunun kvadratından 4-ün kvadratını çıxdım. Elədi h-ım 8. S də bərabərdir 8 vurulsun. Deməli 10, o da bərabərdir 80. İndi baxanlar deyir ki, bu müəllimə 10-u hardan aldı? Uşaqlar. Deməli o 10 burada, 10 burada. Deməli otacağım nə qədərdir? Buradan bura nə qədərdir? 14-dür. 14 üzərinə gəlsin 6 bölü 2 vur 8. Bax buradan almışam onu. 14 + 6 gəlir 20, 20 də 2 gəlir 10. 10 da 8 10 da 80. Yəni buradan aldım. Deyim ki, sabah ürəyimizdə qalmasın. Keçək 53-cü suala. Qutuda 3 ağ və müəyyən sayda qara kürəcik var. Buraya yazaq. Müəyyən sayda qara. Qaranı yazaq. Qaranı yazaq x, ağı da yazaq 3. Deməli, cəmi elədi x də gələk 3. Düzdür? Deyək ki, təsadüfi olaraq geri qaytarmama şərti ilə arzu götürmüş 2 kürəcikdən birinin qara, onda sürətə x yazırıq. Məxrəcdə demişim ki, ümumi yazır. X də gələk 3 vur. Birinin qara, ikincinin isə ağ olması hadisəsinin, yəni x də gələ 3-dür, birinin qara çıxartdıq yerdə qaldı nə? X də gələ 2, ağ kürəciklərim nə qədərdir? 3. Deyir ki, bunun da hadisəsinin ehtimalı bərabərdir 4-də 1-ə. 4-də 1-ə bərabərdir. Bunu həll eləyək. Qırmızı həll edin. Deməli, uşaqlar, bax, burada x də gələ 3, x də gələ 2. Bu ifadəni bura böləndə qalır. X də gələ 2. Üzərinə gəlsin. Yox. Toplama kimi yazdım. Vurmaymış bu taşda. Burada olacaq. Deməli, bura 3x bərabərdir 4-də 1. Aşağını vuraq, açaq biz. Yəni, birbaşa x kvadratı, x kvadratı, üzərinə x 2x üzərinə gəlsin 3x, 3x üzərinə 3 də 2 6 bərabərdir. 4-ü də 3, bunu da bura vuranda edir 12x. Yağ 1-ə x kvadratı. Bu 2 idi. 2-nin üzərinə 3x gəlin 5x. Çıx 12x, üstə gəl 6. Bərabər 0. Ardın yazaq x kvadratı. 12x-dən 5x çıxıram, eləyir. Deməli 7. Çıx 7x. Çıx 7x üzərinə gəlsin 6 bərabər 0. Tətbiq elə V teoremini. Deməli vuranda 6, toplayanda 7. Baxın uşaqlar, buna 6, yenə də 1 ilə 6 götürə bilərəm. Niyə görə? Baxaq. Mənfi 6 ilə mənfi 1 olanda müsbət 6 edir. Mənfi 6 ilə mənfi 1 toplayanda mənfi 7. Deməli kökləri budur. Onda x burada alacaq 6, x burada alacaq 1. Düzdürmü? Bizdən sonra qutuda ən çox neçə kürəcik ola bilər? Ən çox biz 6-nı götürürük. Ən az isə 1 götürürük. Və bu tapdığım 6-nı gətirirəm, bax, burada qoyuram yerinə. Bax, burada qoyuram yerinə. 6-nın üzərinə 3 gəlim, elə cavab 9. Keçək növbəti sualımıza. Deyir ki, Qayıq çayın axını ilə 12 kilometr. Onda 12 axını ilə gedəndə toplayırdıq. Axına qarşı isə 8 kilometr. Bax, belə yazıram da. Axını x üzərinə gəlsin 4. Axına qarşı 8. X minus 8. Və bütün yola 1 saat vaxt sərf edib. Bizim də yolumuz bu 12-dir. Belə yazaq. Onda 12 bölünsün. X də gələk 4.
üzərinə gəlinsin. Deməli, orada 8 bölsün. 8, bura 4-dür, bura nə? Burada 4 değil bir de. Ben niye 8 yazmışım? 4 kilometre. Bunu yazdım. X minus 4 beraberdir 1. Düzdür uşaqlar. Biz burada indi başlayaq həll eləməyə. Başqa da işimiz. Başlayaq həll. Bunu burada qəşəng yazaq, həll eləyək. Çünki bura bizə məsələmizi. Və təkrar köçürdək. 12 bölünsün. X də gələk 4. Üzərinə gəl 8 bölünsün. X minus 4 bərabərdir 1. Deməli, əkab ikisinin hasılı olacaq. X də gəlir 4. X minus 4. Böləndə, bu ifadən buna böləndə qalacaq. 12 vurulsun. X minus 4. Üzərinə gəl 8 vurulsun. X də gələk 4. Yəni, bu X də gəl 4. Bu X çıx 4-ə böləndə. X də gəl 4 qalır. Bərabərdir 1. Bunu vurub atsa 12 X də böləndə 12 qız. Çıx 12 4-ə vuranda 48. Üzərinə gəl 8 X də böləndə 8 qız. 8 4-ə vuranda 32. Bərabərdir. Bura belə yazaq, burada rahat yazaq. Bərabərdir. Bunu çarpaz vuraq. Bu da x kvadratı minus 16-da. İndi baxaq. 2x-dən 8x elədi 10x. Deməli, mənfi 48-dən 32 elədi mənfi 16. Bərabərdir x kvadratı çıx 16. Bu mənfi 16-larım da getdi. Yəni, bir dəqiqə. Səhv eləmədim. X kvadratı bərabərdir 10x qalır. 10x qalır. Bir dəqiqə baxım, hesablama səhvim yoxdursa. 12'ni x'e bölün 12, 12'ni 4'e bölündə 48. 12'dən 8 gəndə 20x eləyir. Bura 20x eləyir. 20x. Bu da uşaqlar x-i mötərizə deməli burada yazım qara qələmlə. X kvadratı çıx 20x bərabərdir 0. X-i mötərizə kənara çıxdım. X minus 20 bərabərdir 0. Ayrıqda 0 bərabər x bərabər 0, x bərabərdir müsbət 20. İndi bir dənə bizdən nə soruşur, onu baxaq. Sonra məsələmizə geri qayıdaq. Qayığın durğun sudakı sürətini tapaq. Sürət sudakı 0 ola bilməz. Ona görə cavab 20-dir. Cavab 20 götürəcək. Keçək bu suala, 55-ci suala. Perimetri 48 cm olan düzbucaqlı üçbucaqda hipotenuzun orta nöqtəsindən keçən katetrə qədər məsafə. Hipotenuzun orta nöqtəsindən keçən katetrə qədər məsafə A və B. Deməli, belə yazaq. Mən böyüdüm buna. Rahat yazaq. Orta nöqtədən keçən deyilsə, uşaqlar, baxın. Bura A-dırsa, burada A yazaq. Buradan bura A olduğuna görə götürdüm. Buranı. Bu da A olacaq artıq. Buradan bura B-dirsə, buradan buranı da B götürəm. Düzdür. Deməli, baxın. Burada nə görürəm mən? A 3K'dır da. Onda 2, bu ikisi olacağına 6K. 6x fərqi yoxdur. B nə qədər? 4K. Bu 2B olacağına qədər 8K. Düzdür. Onda 6K, 8K. Bura nə qədər oldu? 10K. Düzdürmü? Perimetri bölü 48. Yazarım 6K üzərinə gəl 10K üzərinə gəl 8K bərabərdir 48. 6 üzərinə 10 gəl 16. 16 üzərinə 8 24K bərabərdir 48. K da bərabər 48 24-ə bölündə elədi 2. Hipotenuzun uzunluğunu tapıb onu da vururam 2 cavab verir 20.